Biz isə növbəti xəbərlə davam edirik. Gəncədə 6 nəfər qidadan zəhərlənib. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Həmin şəxslərin tortdan zəhərləndikləri ehtimal olunur. Gəncədən 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalar başlayıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək. Təbib Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, Gəncə şəhəri Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər, 5 qadın, 1 kişi hospitalizasiya olunub. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Araşdırmalar hazırda davam edir.